bal yarmarkasından çıxıram. Bu Gənclikdəki bar yarmarkasıdır. İndicənə bal alıram oradan. Neçə ildir satana deyirəm ki, alıram. Baxın nə, belə bir, məsəl üçün baldır verdi, ta ki, qax baldır. Üstündə vizitka verir. Deyirəm ki, hər il mən alıram da bal gəlib. Vizitka belə verməyin də itir. Vizitkanı, bu birisi Maksim adında oğlandı. Ondan aldım. Üstündə belə şey yapışdırın. Üstündə nömrə olsun. Hətta bu da eləyib. Bu da üstündə vizitka verir. Nömrəni elə bir ki, ayrı verir. Deyirəm ki, bu balı işlətsək, ta ki, xoşumuz gəlsə, əlaqə yaratmaq istəsə, bu vizitka bizdə qalmır da. Yəni, atırıq gedir. Ən yaxşısı bu tərzdə belə yapışdırın üstündən. Amma nömrə olsun da. Burada ümumi məlumatdır bal barəsində. Bunu da kimsə verib yapışdırıblar. Onun xərci 1000 dənəsini sifariş eləsəz mətbəədə, heç 1 kilo balın qiyməti deyil. 20-25 manatdır. Sadəcə neçə ildir işləyirlər, bunu hələ inkişaf elətdirməyiblər. Ümumi məlumat üçün paylaşdım. Xeyirli şeydir, baldan istifadə edin.